Mübadiləsi. Biz bilirik ki, canlı orqanizmlərin əsas həyati xassələrindən biri də maddələr mübadiləsidir və canlılar daimi hüceyrələri aktiv və dinamik quruluşa malikdirlər və aktiv və dinamik olaraq daima bunlar ətraf mühitlə maddələr mübadiləsi həyata keçirir. Yəni istənilən bir orqanizmə, hüceyrəyə ətraf mühitdən maddələr daxil olur. Bir hissəsi onun orqanizm tərəfindən mənimsənilir, bir hissəsi son parçalanma məhsulları məhsulu şəklində orqanizmdən kənarlaşdırılır. Maddələr mübadiləsi iki yerə bölünür. Ümumiyyətlə, maddələr mübadiləsi metabolizm adlanır. Metaboli çevrilmə deməkdir. Başqa latınca yadınızda qalsın, evoluta sözünün mənası da çevrilmə deməkdir. Maddələr mübadiləsinin əsasını iki əsas proses təşkil edir. Anabolizm və katabolizm. Anabolizm nə deməkdir? Bunların təriflərini də bilməliyik. Anabolizm, yəni latınca anaboli qaldırmaq deməkdir və yaxud da assimilyasiya deməkdir. Assimilyasiya nədir? Hüceyrədə gedən, yəni bir çox mürəkkəb maddələrin yaranmasına şərait yaradan birləşmələr assimilyasiya adlanır. Assimilyasiyanın başqa cür adı plastik maddələr mübadiləsidir. Plastik maddələr mübadiləsinin mənası yapmaq, düzəltmək deməkdir. Deməli, anabolizm dedikdə assimilyasiya, plastik maddələr mübadiləsi. Bu zaman sadə molekullu birləşmələrdən mürəkkəb molekullu birləşmələr yaranır. Bu zaman nə baş verir? Enerji udulması baş verir. Yadınızda qalsın, enerji udulması baş verir. Yəni nəticədə orqanizmə lazım olan zülallar, yağlar, karbohidratlar, nuklein turşuları sintez olunur və ən çox da orqanizmin inkişaf dövründə ən çox hansı reaksiyalar baş verir? Anabolizm baş verir ki, və bu da mürəkkəb reaksiyalardır və fermentlər sayəsində həyata keçirilir. Və bu zaman enerji udulur. Digər bir növü isə maddələr mübadiləsinin katabolizmdir. Kataboli tullanmaq, dağılmaq deməkdir ki, mənası dissimlyasiya deməkdir. Başqa bir adı energetik mübadilə deməkdir. Energetik mübadilə nəticəsində üzüm maddələr sadə birləşmələrə parçalanır və bu zaman enerji ayrılır. Və yadınızda qalsın, bizdə biosintez reaksiyaların əksəriyyəti anabolizmdir və biokimyəvi proseslərin enerji ilə təmin edən proses isə katabolizmdir. Niyə enerji ilə təmin dedik? Çünki katabolizm zamanı və yaxud da dissimlyasiya zamanı üzüm maddələr parçalandıqda enerji ayrılır. Mütləq şəkildə enerji ayrılır. İndi bu qrafikdə də gözəl verilib. Dedik ki, anabolizm var, katabolizm. Anabolizm nədir? Sadə molekullu birləşmələrdən mürəkkəb molekullu birləşmələrin yaranmasıdır ki, assimilyasiya deməkdir. Anaboli sözünün mənası, yenə təkrar deyirəm, qaldırmaq deməkdir. Və bu zaman ən çox biosintez reaksiyalarının əksəriyyəti anabolizmdir ki, bu zaman enerji udulur. Katabolizm isə dissimlyasiya, parçalanma, başqa bir adı da yadınızda qalsın, energetik mübadilədir. Energetik mübadilə katabolizmdir. Plastik maddələr mübadiləsi isə nədir? Anabolizmdir. Və bunların energetik maddələr mübadiləsi zamanı enerji ayrılır və bu zamanda həmən enerjilərdən digər orqanizmə lazım olan kimyəvi rabitələrin qırılması zamanı lazım olan enerjilər yaranır və bəzi enerjilər isə ehtiyat halında toplanır. Əsas bu hissələr anabolizm və katabolizm sözlərinin mənasını bildirməli. Kataboli tullanma, dağılma deməkdir. Bunu bu cür yadınızda saxlayın. Yəni mürəkkəb maddələr sanki dağılaraq sadə birləşmələrə, monomerlərə ayrılır. Digər molekulumuz ATF molekuludur ki, bizim üzüm maddələrimizdən olan adenzi trifosfat turşusudur. Adenzi trifosfat turşusu hüceyrədə duz formasındadır. Amma özü kimyəvi tərkibinə görə nukleotiddir. Nədir? Kimyəvi nukleotiddir hüceyrədə, amma özü kimyəvi tərkibinə görə nukleotiddir, hüceyrədə isə duz formasındadır. ATF molekulunun quruluşunu yadınızda saxlayın. Adenin azotlu əsasından təşkil olunmuşdur. Karbohidratı ribozadır və 3 ədəd orta fosfat turşusu qalığından təşkil olunmuşdur. Həmən bu 3 ədəd orta fosfat turşusu qalığı bir-biri ilə makroergik rabitələr vasitəsilə birləşir. Bir makroergik rabitənin birləşməsinə
40 kilojül enerji birləşir. Digəri isə yenə 40 kilojül enerji sərf olunur. Deməli, bir makroergik rabitənin yaranmasına sərf olunan enerji 40 kilojül enerjidir. Və bir ATF molekulunda bizə məsələ şərtlərində lazım olur. Bir ATF molekulunda bir ədəd adenin azotlu əsas olur, bir ədəd riboza olur, 3 ədəd H3PO4 olur. Yəni orta fosfat turşusu qalığı olmuş olur. Deməli, bir ATF molekulunda bir ədəd adenin azotlu əsas, bir ədəd karbohidratı riboza və 3 ədəd orta fosfat turşusu qalığı vardır. ATF molekulu biz bilirik ki, hüceyrədə baş verən bütün biokimyəvi reaksiyaların getməsində başlıca səbəb ATF enerjisi tələb olunur. Və biz bilirik ki, əzələlərimizin yığılmasına da daimi 20-30 dəfə yığılmasına ATF enerjisi səbəb olur. Daima hüceyrədə ATF sintezi gedir. Əgər hüceyrədə ATF sintezi dayanarsa, o hüceyrə məhv olmuş hesab olunur. Yəni orada daima hüceyrədə ATF sintezi getmirsə, hüceyrə məhv olar. Və ehtiyat halında ATF-in müəyyən bir hissəsi ehtiyat halında saxlanılır, bir hissəsi isə nə edilir? Sərf olunur. ATF molekulu yadınızda qalsın, hər bir hüceyrənin özünə məxsus ATF molekulu vardır. Yəni bir hüceyrədən digər hüceyrəyə ATF molekulu keçmir. Yəni bu cür reaksiya olmur. ATF molekulu hər bir hüceyrənin özünə məxsus ATF molekulu vardır. Yəni bir hüceyrədən digər hüceyrəyə keçə bilməz. Və ATF molekulu özündə dedik ki, neçə kilojül enerji toplayır onda? 80 kilojül. Hardan bildik? Çünki bir ATF molekulunda 3 ədəd orta fosfat turşusu qalığı var və onları bir-biri ilə birləşdirən 2 ədəd makroergik rabitə var. Bir ATF molekulunda da bizə məsələ şərtlərində düşər ki, bir ATF molekulunda neçə makroergik rabitə var? 2 ədəd makroergik rabitə var. Həmin bu makroergik rabitənin hər birisi özündə 40 kilojül enerji saxlayır. Deməli, bir ATF molekulu özündə neçə kilojül enerji toplayır? 80 kilojül toplayır deyirəm ha. İndi bizə məsələ şərtlərində düşəcək. Bir ATF molekulunun sintezinə, hidrolizinə, yəni onun 40 kilojül enerji sərf olunur. Amma bir ATF molekulu özündə nə qədər enerji toplayır deyilərsə, təbii ki, deyirik 80 kilojül enerji toplayır. Və bir ATF molekulu da özünə hidrolizi zamanı su molekulu hidroliz edərək və ADF əmələ gətirir. Adenzi difosfat monofosfat turşusunu əmələ gətirir. Adenzi difosfat turşusu dedikdə, yəni bir ATF molekulunda biz deyirdik ki, 3 ədəd fosfat turşusu qalığı varsa, bir ADF molekulunda yazaq, bir ADF molekulunda nə qədər orta fosfat turşusu var? 2 ədəd H3PO4 var. 2 ədəd H3PO4. Bu 2 ədəd H3PO4 varsa, dedik ki, bir dənə orta fosfat turşusu qalığı digəri ilə makroergik rabitə ilə birləşir. 2 ədəd orta fosfat turşusu qalığı varsa, neçə ədəd makroergik rabitəsi var? 1 ədəd. Deməli, belə bir uyğunlaşdıraq. Bir ATF molekulunda 2 ədəd makroergik rabitə var. Bir ADF molekulunda 1 ədəd makroergik rabitə var. Bu ADF molekulu da özü hidroliz olaraq adenzi monofosfat turşusuna çevrilir, yəni AMF-ə çevrilir. AMF-də 1 ədəd H3PO4 olduğuna görə 0 ədəd makroergik rabitə var. Məsələ şərtlərimizdə bizə lazım olacaq. Yenə deyirəm, bir ATF molekulunda 2 ədəd makroergik rabitə, bir ADF molekulunda 1 ədəd, bir AMF-də isə 0 ədəd makroergik rabitə var. ATF molekulunda 3 ədəd H3PO4, ADF-də 2 ədəd orta fosfat turşusu qalığı, AMF-də də yenə 1 ədəd orta fosfat turşusu qalığı olar. Və ATF molekulunun hüceyrədə işi nədən ibarətdir? Hüceyrədə gedən bütün biosintez proseslərində, hərəkətdə, istiliyin əmələ gəlməsində, sinir impulslarının yaranmasında, hərəkətdə, biosintezdə, heyvan hüceyrələrində əzələlərin yığılmasında, maddələrin daşınmasında ATF sintezi ən vacib rol oynayır.
Burada deyir ki, assimilyasiya və dissimilyasiyaya uyğun nədir? Assimilyasiya nə idi? Birləşmək, dissimilyasiya parçalanmadır. Dissimilyasiyanın başqa bir adı energetik maddələr mübadiləsi, assimilyasiyanın başqa bir adı plastik maddələr mübadiləsidir. Üzvü maddələrin parçalanması dissimilyasiya, üzvü maddələrin sintezi assimilyasiya, enerjinin ayrılması nə zaman baş verirdi? Dissimilyasiya, fotosintez assimilyasiya, züalların biosintezi assimilyasiya, enerjinin udulması da assimilyasiya prosesi zamanı baş verirdi. Yəni burada gəlin A və B bu çalışmanı dedək. Assimilyasiya aid oldu. Deməli 2, 4, 5, 6. 1-dən 3 isə aid olur dissimilyasiyaya və yaxud da bunun başqa bir adı energetik maddələr mübadiləsinədir. Düzgün ifadələri seçin. Baxaq. ADF molekulunda 3 makroergik rabitə var. Yanlışdır. Biz dedik ki, ADF-də 2 ədəd makroergik rabitə var. ATF enerjisindən bir çox həyati proseslərdə istifadə olunur. Doğrudur. Bir ortofosfat turşusu qalığı özündə 17,6 kilojul enerji ayırır. Yanlışdır. Nə qədər ayırırdı? 40 kilojul. ATF molekullarında olan enerji ilə zəngin makroergik rabitələrin hesabına hüceyrədə enerji toplayır və ya onu sərf edir. Tamamilə doğrudur. Enerjini harda toplayırdı? Makroergik rabitədə. Doğru fikirdir. ATF-in tərkibində dezoksiriboza karbohidratı olur. Yanlışdır. ATF molekulunun tərkibində riboza molekulu var. Azotlu əsas isə yalnız adenin azotlu əsası olur. 3-ə baxaq. Sxemdə ATF-in quruluşunu təşkil edən struktur elementləri göstərilmişdir. Təbii ki, biz bunları bilirik. Adenin nə olar? Adenin azotlu əsası olar A hərfi ilə. B-də olar riboza. Bu C hərfi ilə şairə olunanlar isə biz bilirik ki, nədir? C ilə H3PO4-dür. Ortofosfat turşusu qalığıdır. D ilə şairə olunan isə makroergik rabitədir. Bu şəkil ATF molekulunun şəklini göstərir. Adenin azotlu əsasdan, karbohidrat ribozadan və 3 ədəd ortofosfat turşusu qalığından ibarətdir və 2 ədəd makroergik rabitə. Bax, bu şəkil, gəlin baxaq. Burada diqqətlə baxsanız şəkillərə bir dəqiqə. Bax, bu şəkildə. Gəlin bu şəkilə diqqətdən baxaq. Birinci şəkil, yəni adenin azotlu əsası, ribozası və bir dənə ortofosfat turşusu qalığı olan hansına uyğun gələr? AMF, yəni adenzi monofosfata uyğun gələr. Bir dənə ortofosfat turşusu qalıq var. İkinci şəkil isə uyğun gələr ADF. Adenzi difosfat turşusu qalığına uyğun gələr. 2 dənə bəli, bu isə ona uyğundur. 2 ədəd ortofosfat turşusu qalığı var və 1 ədəd makroergik rabitəsi var. ATF isə uyğun gələn təbii ki, bu üçüncü oxdur ki, ATF-də 3 ədəd H3PO4 qalığı olmuş olar. Bu şəkildə də diqqət yetirdik. D ilə nə işarə olunmuşdur? Təbii ki, makroergik rabitələr. Hər bir makroergik rabitələrdə özündə nə qədər enerji toplayır? 40 kilojul. Əgər ATF molekulu özündə nə qədər enerji toplayır deyirsə, deyirik ki, ATF molekulu özündə 80 kilojul enerji toplayır. Amma bir ATF molekulunun hidrolizinə, yəni onun sintezinə nə qədər enerji sərf olunur? 40 kilojul. Davam edirik irsi məlumatlar və genetik kod. Biz bilirik ki, ümumiyyətlə irsiyyət, dəyişkənlik, maddələrin, molekulların ikiləşməsi, özünü törətmə qabiliyyəti, irsi məlumatların nəsrə ötürülməsi qabiliyyəti molekulyar səviyyədən başlayırdı. Canlıların quruluş səviyyəsi molekulyar səviyyə, hüceyrə səviyyəsi, toxuma, orqanlar sistemi və orqanizm səviyyəsi idi. Lakin DNT molekulunun öyrənilməsi, DNT molekulunun ikiləşməsi, DNT molekulunda olan genlərin nəslə ötürülməsi molekulyar səviyyədən başlayaraq meydana çıxır. Və DNT molekulu və gen nə deməkdir? DNT-də yəni olan gen nə deməkdir? Və biz bilirik ki, yadımızda qalsın, orqanizmdə irsi məlumatların daşıyıcısı olan DNT molekuludur. Və DNT molekulu hüceyrənin bölünməsi zamanı xromatitlər əmələ gətirir. Həmin o xromatitlər bütövlükdə xromosom molekulunu əmələ gətirir və xromosomda yüzlərlə, minlərlə gen də olur. Həmin bu genlər irsi məlumatları özündə saxlayaraq nəsildən nəsilə ötürülür.
Və biz bilirik ki, insan orqanizmi və yaxud da digər orqanizmi təşkil edən çoxlu zülallar var idi və zülallar çoxlu müxtəlifliyə malikdir. Bu müxtəlifliyinə səbəb olaraq zülallarda ən birincisi 20 növ amin turşunun növ müxtəlifliyinin olması, daha sonra amin turşularında yerləşmə ardıcıllığı, onların yerləşmə ardıcıllığı, sayı, tərkibinə görə, miqdarına görə fərqlənir. Ona görə də orqanizmi təşkil edən zülallar son dərəcə müxtəlifliyə malikdir. Gen özü nədir? İrsi məlumatın daşıyıcısı hansı molekuldur dedikdə DNT molekuludur və DNT molekulu zoalın ilkin quruluşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrində saxlanılır. Yəni bax, gen olan hissələri baş şəklə diqqət yetirsək, bu hissələrdə genlərdə saxlanır. Nə saxlanılır? Zulalın ilkin quruluşu haqqında məlumatlar. Beləliklə gen bir zulal molekulunun ilkin quruluşu barədə məlumat daşıyan DNT sahəsidir. Yəni genlər harda olur? DNT molekulunda. Həmin bu genlərin də işi bir zulal molekulunun ilkin quruluşu haqqında məlumat saxlamaqdır. Digər DNT molekulunda genetik kod var. Düzdürmü? DNT-nin genetik kodu necədir? Gende bilirik ki, yüzlərlə xromosomda yüzlərlə genlər var. Və burada da bir əlavə deyim ki, genin xromosomda yerləşdiyi hissəsi lokus adlanır. Yəni xromosomu belə düz xətt boyunca görsəniz, bu xromosomun üzərində yüzlərlə belə şəkildə genlər var. Bax, bu nöqtələri göstərim, genlər var. Həmin bu genlərin yerləşdiyi yer isə lokus adlanır. Deməli, bax, bu genlər özlərinə zulalın ilkin quruluşu haqqında məlumatı saxlayaraq, daha sonra komplementarlıq prinsipi sayəsində ötürür hara? Hansı yerə? Məlumat erintisinə. Bax, bu şəkildə bir də kənardan baxaq. Ötürür hara? Məlumat erintisinə. Və məlumat erintisində başlayır burada tripletlər əmələ gətirməyə. Nukleotidlər, biz bilirik ki, DNT molekulunda 4 növ nukleotid var. Bu 4 növ nukleotid 3-3 birləşərək 64 ədəd triplet əmələ gətirir. Yəni 3-3 birləşərək 64 ədəd triplet əmələ gətirir. Və bu 64 ədəd tripletin 3 ədədi stop koddur. Həmin bu stop kodlardan, yəni 64-dən 3-ünü çıxsaq, 61 ədəd neynir? Zulal molekulu haqqında, zulalın molekulu haqqında, ilkin quruluşu haqqında məlumatı DNT-dən hara komplementarlıq edir? Məlumat erintisinə əsasən. Deməli, DNT-də də 3 ədəd stop kod var. Məlumat erintisində də DNT-də olan stop koda komplementar olaraq 3 ədəd stop kodlar vardır. Təbii ki, bunları da əzbər bilməliyik. DNT-də olan stop kodlar adenin, timin, timin. Adenin, sitozin, timin. Adenin, timin, sitozin. Bunlar DNT molekulunda olandır. Məlumat erintisində olan stop kodlar isə urasil, adenin, adenin. Urasil, guanin, adenin. Urasil, adenin, guanin. Bunlar isə məlumat erintidə olan stop kodlardır. Həmin bunlar dedik ki, nukleotidlər bir-biri ilə birləşərək nə əmələ gətirir? Tripletlər əmələ gətirir. Və DNT-də və məlumat erintisində molekullarında, yəni hər DNT-də, həm də RNT molekulunda zulalların ilkin quruluşu haqqında məlumatın nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülməsi adlanır nə? Genetik kod. Yenə deyirəm, məlumat və DNT-də olan zulalın ilkin quruluşu haqqında məlumat nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülməsi qaydası adlanır genetik kod. Və genetik kod harda olur? DNT molekulunda. Kodun olur, həmin o genetik koda əsasən komplementarlıq prinsipinə əsasən yaranır kodon, məlumat erintisi. Məlumat erintisinin isə komplementarlıq prinsipi əsasında yaranır nəqliyyat erintisi. Bax, bu şəkillər, rəngli şəkillər bilirsiniz nəyi göstərir? Zulallarda amin turşularının ardıcıllığı, yəni bax, bu hissələr olan amin turşularıdır. Amin turşularını da özlərinə birləşdirir nə? Nəqliyyat erintisi. Nəqliyyat erintisi stoplazmada olan sərbəst amin turşularını özlərinə birləşdirərək zulal sintez olunan yerə daşıyır. Yəni hara? Ribosoma daşıyır.
Və həmişə belə bir deyə bilərik ki, kod universaldır. Yəni genetik kod universaldır. Bu nə deməkdir? Ümumidir desək, yəni yer üzərində yaşayan əksər canlılar üçün eynidir. Yəni kod. Bunun səbəbi odur ki, eyni amin turşularından təşkil olunduqları üçün DNT-də eyni kodla kodlaşdırılır. Yəni kod universaldır, kod ümumidir. Bu o deməkdir ki, yer üzərində yaşayan əksər canlılar üçün eynidir. Səbəb odur ki, əsasən eyni amin turşularından təşkil olunduqları üçün DNT-də eyni kodla kodlaşdırılır. Eyni kodla kodlaşdırılır. Bunu da yadımızda saxlayaq. Və genetik kod hər bir triplet yalnız bir amin turşusuna müvafiq gəlir. Yəni genetik kodda hər bir triplet bir amin turşusuna uyğun gəlir. Lakin bəzi amin turşular var idi ki, bir və ya bir neçə kodla da kodlaşdırıla bilər. Yenə burada deyək ki, reaksiyalarda bizə lazım olacaq. Məsəl üçün metionindir, triptofan amin turşusu bir kodla yalnız kodlaşdırılır və metionindir. Bir də triptofandır. Məsəl üçün metionin hansı genetik kodu var? Adenin, urasil, guanin. Bu məlumat RNT-sində də buna komplementar olaraq timin, adenin, sitozin, TAS. Genetik kodu TAS'dır. Amma buna komplementar olaraq məlumat RNT-si metionindir ki, yalnız bir növ kodla kodlaşdırılır. Bundan başqa bir də triptofan var ki, triptofanı da qeyd edək ki, sizə triptofan da yalnız bir növ amin turşusu ilə, yəni bir növ kodla kodlaşdırılır. Triptofanda quruluşu belədir. Nəqliyyat məlumat RNT-sində urasil, guanin, guanindir. Bu triptofanın tripletidir. Yalnız bir növ triplet triptofan amin turşusunu kodlaşdırır. Bu da metionindir, digəri isə triptofandır, bir növdür. Amma bizə ola bilər ki, məsəl üçün verilsin ki, hansı idi? Serindir, leysindir, arginindir. Bax, bu üçü. Serin, yazanla istəyirsiniz adını, serin. Daha sonra biz deyə bilərik ki, serindən sonra hansı idi? Arginin, bir də var idi, bizim fikrimdən çıxdı, leysin, bəli, leysin. Bunlar maksimum 6 növ kodla kodlaşdırılır. Maksimum 6 növlə kodlaşdırılır. Serindir, arginindir və leysin amin turşularıdır ki, maksimum 6 növ amin turşuları ilə kodlaşdırılır. Yəni, bütün canlı orqanizmlərdə eyni amin turşular, eyni tripletlərə nədir? Uyğun gəlir. Və burada da yaxşı verilib, bu hissəni özünüz cədvəli işləyərsiniz, rahatdır. Yəni, DNT-nin birinci zənciri komplementarlıq prinsipinə əsasən ikinci zənciri yazırsınız. İkinci zəncirə əsasən isə məlumat RNT-sidir. Burada verilən nə verilib? Məsəl üçün, fenilin, valin, aspirin, qulyamin, histin, leysin onların daşıdığı tripletlərdir. Yəni, ikinci zəncirə əsasən komplementarlığı eləyib biz bu məlumat RNT-sini tapa bilərik. Məlumat RNT-si həmişə DNT molekulunun ikinci zəncirinə əsasən komplementarlıq olur. Və yadda saxlayın hissəni də mütləq şəkildə buranı diqqətimizdə saxlayaq. Bir nukleotidin uzunluğu 0,34 nanometrə bərabərdir. Bundan əlavə bir genin ölçüsü. Biz dedik ki, DNT molekulunda bir zəncirin uzunluğu 0,34 nanometrə bərabərdir. 0,34 nanometrdir. Və bir nukleotidlərin sayı, əgər bizə 500 dənə nukleotid verilibsə, nukleotidin uzunluğunu tapmaq üçün 500-ü vuraram mən 0,34-ə. Bununla mən nəyi tapmış olaram? Genin ölçüsü. Biri var nukleotidin uzunluğu, biri var genin ölçüsü. Yəni, bir nukleotidin uzunluğu 0,34 nanometrdirsə, genin ölçüsünü tapmaq üçün molekulda olan nukleotidlərin sayını 0,34 nanometrə vurmuş olaram. Amin turşularının sayı isə bərabərdir. Nəyə? Nukleotidlərin sayı bölünsün 3-ə. Amin turşularının sayını tapmaq üçün. Biz də bilirdik ki, bir amin turşusu bir tripletə uyğun gəlir. Bir tripletdə neçə nukleotid olur? 3 ədəd nukleotid olur. Sağ ol, bax, bu da nukleotidlərin sayını verib
Mən amin turşularının sayını tapa bilmək üçün nə edirəm? Məsəl üçün mənə verib ki, 600 ədəd nukleotit. 600-ü mən 3-ə bölməklə amin turşularının sayını tapmaq olar. 200 amin turşusu. Və bir nukleotidin də nisbi molekul kütləsi atom kütlə vahidi 300-ə bərabərdir. Bir amin turşusu molekulunun kütləsi 110 atom kütlə vahidinə bərabərdir. Burada da yenə zülal zəncirində amin turşularının halqasının uzunluğu bizə lazım olur ki, yəni bir amin turşusunun halqasının uzunluğu 0,35, 0,37 nanometrə bərabərdir. Digər bu çalışmalara da baxaq. Bu da rahatdır. DNT-nin birinci zəncirini ikinci zəncirə əsasən komplementarlıq prinsipinə əsasən yığa bilərik. İkinci sualda DNT və RNT-nin monomerləri. DNT-nin monomeri, ümumiyyətlə hər birinin monomeri nədir? Nukleotiddir və onların monomerləri nədir? Nukleotidlərdir. Yadınızda qalsın, fərqi yoxdur. DNT və RNT-nin monomeri nukleotiddir. DNT-nin RNT-dən fərqləndirən cəhətlər hansı cavabda düzgün verilmişdir? DNT bilirik ki, 2 zəncirlidir, tərkibində dezoksiribozası var, bir də timin azot əsası var. Ən vacib xüsusiyyətlərindən biri də irsi məlumatı özündə saxlamaqdır. İrsi məlumatı ötürən hansıdır? Məlumat RNT-sidir. Məlumat RNT-si irsi məlumatı ötürür. Amma irsi məlumatı saxlayan hansıdır? DNT molekuludur. Bəli, DNT həm irsi məlumatı saxlayan, həm ötürəni də DNT deyə bilərik. Burada bir dənə əlavə edeyim. Yəni DNT molekulunda olan həmin o genlər vasitəsilə irsi məlumatlar həm saxlanılır, həm də ötürülür. Burada nəyə görə məlumat RNT-sinə dedim ki, irsi məlumatları ötürür? Çünki məlumat RNT-si irsi məlumatları özündə zülal biosintezi olan yerə daşıyır. Səbəb odur. Bu məsələlər də rahatdır. İnsulin zülalı 51 amin turşusunun təşkil olunmuşdursa, onu kodlaşdıran sayını hesablayın. Bunu inşallah dərs vaxtı bu məsələlərə də baxarıq.